Hər salam uşaqlar, bugün sual-cavab videosu çəkirik. Instagramda və YouTube'da mən post atmışdım ki, altına suallarınızı yazın və bugün o sualları cavablandıracağıq. Getdik ki, ən çox hansı videoda pul xərcləmisən? Ən çox mən heç bir videomu pul xərcləməmişəm, amma 5 manatla bir gün videoma, yəni maksimum 5 manat xərcləmişəm də. Necəsən? Yaxşıyam, sən necəsən? Kaç santim? Burnum. Bilmirəm, ölçməmişəm. Qaqa, burnun üçün vergi verirsən? Yox, burnum mənim üçün vergi verir. Dostlarım məhlə uşaqların YouTube kanalına baxıb mırtdaşırlar. Məktəbdə biraz mırtdaşırdılar, o da keçən il idi, yəni təzə asanda. İndi heç kim işlədim. Heç YouTube buraxmaq istəmirsən? Hə, YouTube buraxmaq istəmişəm. Bir ara YouTube videolarıma görə çox zorbalandırdım. Yəni, məktəbdə, məhlədə, dostlarım falan hamısı mırtdaşırdılar ki, nə video, nə videodur. 18 dənə video silmişəm. Sevgilim var? Seni hiç alakadar etmez. Yox. YouTube abunə hədəfin nədir? Birinci abunə hədəfim əslində 500 idi və 500 az qalıb deyə indi abunə hədəfim 1K-dır, yəni 1000 olmaqdır, 1000 abunə olmaq. Ona görə də uşaqlar bu videoya bir də abunə olun, like atın. Əgər davamı gəlməsini istəyirsinizsə altına suallarınızı yaza bilərsiniz. Instagramda işlər bitdi. İndi keçdik YouTube-a. Marvel'da hansı karakteri xoşlayırsan? Marvel'da ən çox sevdiyim karakter Spider-Man, yəni Hörümçək Adam. Black Widow'dur, RDJ, yəni Iron Man. Bir də hansı maşını xoşlayırsan? Hansı maşını xoşlayıram? Qaqa, bizimki maşın deyil. Masket, yəni mən masket sevirəm. BMW deyərəm, BMW F30 deyərəm. Hansı YouTuberlərə baxırsan? Hansı YouTuberlərə baxıram? Ahmetcan Dündar, İlkin Feyziyev və Fərəz. Çox adın, hamısının adını deməyəcəm, sadəcə bunlara baxıram. Hətta bu kanal açma səbəbim Ahmetcan Dündar və İlkin Feyziyevdir. Sonsuza qədər YouTuber olmağa, belə videolar çəkməyə davam edəcəksən. Yəni əgər abunə qalxsa, niyə də davam etmirəm? Çünki mən videolar çəkirəm, abunəm qalxmır, həvəsim düşür deyə gördüyünüz kimi neçə aydır videolar gəlmir. Ona görə də əgər abunəm gəlsə, videolar izlənsə, niyə də çəkməyim? Evlənənə qədər, hətta ölənə qədər bəlkə də çəkərəm. Ən çox sevdiyim film hansıdır? Loki. Marvel'ın serialıdır Loki'dir də, Loki, yəni sezon 1, sezon 2 ən çox xoşladığım olardı. Ən gec yatdığın saat, başqa sual tapmadım. Ən gec yatdığım saat, 48 saat mən yatmamışam. 2 gün yəni daha heç yatmamışam, elə deyə bilərəm. Peşmansan aldığım bu qərardan? Nə qərarı? Bu kanalı açmaqda məqsədim nədir? Səmimi danışmaq lazımdırsa, bu kanalı açmaqda məqsədim məsələn tanınmaq istəyirdim mən əvvəl. Sonra mən hobim olaraq davam edir bu YouTube. Məktəbdə heç zorbalanmısan və ya birini zorbalamısan? Mən heç kimi zorbalamamışam, amma məktəbdə zorbalandığım vaxtlar olub. Uşaqlar, suallar bura qədər idi. Suallarımız bitdi. Bu videoya like atmağı, abunə olmağı unutmayın. Əgər bu videoya 20 like gəlsə, davamı gələcək və əgər davamı gəlməsini istəyirsə like atıb aşağıda yorumlarda suallarınızı yazmağı unutmayın. Sağ olun, salamat qalın.